traveled the world in the seven seas. Everybody's looking for something. Some of them want to use you. Some of them want to get used by you. Some of them want to abuse you. Some of them want to be abused. Moving on. Moving on. Moving on. Moving on. Moving on. Moving on. Sweet dreams are made of these. Who am I to disagree? I travel the world in the seven seas. Everybody's looking for something. Show must begin! Bəli, Fredi, sən nə dediyini çox yaxşı bilirsən, amma Michael-ı bu eynəklə və bu saqqalla mən heç tanıya bilmədim. Məqsədim də bu idi, amma məni yenə də tanıdılar. Amma xanım Madonna, sən həmişəki kimi əla görsənirsən, özdəki əvvəlki brünet qabaqlarına qayıtırsan. Bəli. Əsas odur ki, bizim performansımız yaxşı olmasın. Əsas odur ki, uşaqların performansı əla olsun. Bu günləri sonuncu super finaldır və ən gərgin və həyəcanlı gündür onlar üçün. Yenə də razıyam sənlə. Bəli, nahaq yerə biz bu tərzdə bizim əziz tamaşaçıların qarşısına çıxmamışıq. Gör biz bu tərzdə çıxmışıqsa, görəsən bizim iştirakçılarımız bugünkü super finalda hansı obrazla bizim qarşımıza çıxacaqlar? Wow! Təbii ki. Bugün bütün Azərbaycan biləcək ki, 3 super finalçıdan kim böyük səhnənin kraliçası adına layiq görüləcək? Alqışlarınızla əlbəttə ki. Cəmi 2 ay bundan öncə ölkəmiz böyük səhnə layihəsi haqqında eşitdi və bu 2 ay ərzində bizim layihə Azərbaycan şou biznesinə yeni nəfəs verdi. Yüzlərlə insanlar bizim kastinqlərə qatıldı və onlardan yalnız 50 nəfər, ən güclüləri münsiflər heyətinin qərarı ilə super kastinqa qatıla bildi. Və yalnız 12 bəxtəvər böyük səhnənin yarımfinalçısı oldu. Məhz həmin bu 12 nəfər şou ərzində ən yaxşı yerli və xarici vokal üzrə müəllimlərlə, tanınmış xoreograflarla, rejissorlarla, prodüserlərlə məşğul oldu. Münsiflərin diqqətini cəlb etmək üçün hər bir iştirakçı böyük səhnəyə çıxarkən müxtəlif obrazlarda özünü təqdim edirdi. Layihənin yaradıcı heyəti isə əlindən gələni etdi ki, gələcək dünya ulduzlarının karyerasında böyük səhnə ilk addım olsun. Favorit iştirakçıları itirmək həddindən artıq ağır idi, amma qaydalar qayda olaraq qalır. Finalda isə 6-lıq üçlüyə çevrildi. Məhz bu üçlüyün arasından böyük səhnənin qalibi, yəni yeni dünya ulduzu müəyyən olacaq. Artıq demirik tezliklə, nəhayət bugün hamı biləcək. Axşamınız xeyir xanımlar və cənablar. Azərbaycanın ən möhtəşəm şousuna baxırsınız. ATV kanalından böyük səhnənin super finalıdır. Həmişə olduğu kimi yadımdan çıxdı həmkarlarımı təqdim edim. Gözəl, yaraşıqlı Günay Baxşəliyeva. Təşəkkürlər. Və həmişə səhnədə tək olub bizim torbamızı tikmək istəyən Rüffət Ağayev. Və nədənsə özünü səbəbsiz yerə ulduz hesab eləyən Şəhriyar Əbilov. Mübahisə etməyin uşaqlar, artıq bunun yeri deyil. Bu layihədə əsas biz deyilik, bizim iştirakçılarımızdır. Özü də ki, bugün həlledici konsertdir, super finaldır. Artıq 2 həftədir, onlar çox gərgin mübarizə anları yaşayırlar, onlar hazırlaşırlar. Məhz onlar üçün müəllif mahnıları yazılıb və prodüserləri bir an belə onları tək qoymurlar. İndi biz görəcəyik ki, onların əməyinin nəticəsi necə olacaq? Və əlbəttə ki, bu hələ hamısı deyil. Bugünkü şoumuzda
sizi bir çox sürprizlər gözləyir. Ulduz qonaqların və gənc istedadlı ifaçıların ifaları və şoumuzun əsas intriqası. Böyük səhnə şousunda jüridən ən çox balı kim toplayacaq və böyük səhnənin kraliçasına çevriləcək. Kralı artıq bəllidir. Əslində mən heç bir şey deyə bilmirəm. Ona görə ki, onlar hər biri özlüyündə çox güclü və istedadlıdırlar və hər şey qabaqdadır, mən deyərdim. Bugün çox məsuliyyətli gündür. Düz saat yarımdan sonra show biznes dünyasının qapıları iştirakçılarımızdan birinin üzünə açılacaq. Amma mən sənə deyim ki, obrusların üzünə də açılacaq o qapılar, amma bir az geç. Amma böyük səhnə komandası onları heç vaxt yaradıcı yollarında tənha buraxmayacaq və həmişə də onlarla olacaq. Onlar artıq Azərbaycan show biznesinə böyük qapılar açıblar və böyük dünya səhnəsi artıq bizi gözləyir. Və məncə iştirakçılarımızın taleyini həll edəcək insanların siyahısını təqdim eləməyin vaxtı gəlib çatıb. Bildiyiniz kimi jürinin tərkibi hər dəfə dəyişir və bu dəfə də super professionallar bizim qarşımızdadılar və böyük səhnənin 3 super finalçısının taleyini həll eləmək məhz sizin öhdənizə düşüb. Başlayırıq. Heydər Əliyev Sarayının baş rejissoru Gülçöhrə xanım Şəfiyeva. Gözəl caz musiqiçisi və prodüser Rəşad Haşimov. Gözəl müğənni, gözəl insan, Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayeva. Gözəl xanım və hamımızın sevimli teleaparıcısı Nərgiz xanım Cəlilova. Avroviziya Azərbaycanın musiqi koordinatoru, OK Azərbaycan jurnalının baş redaktoru, yazıcı, prodüser Zəhra Bədəlbəyli. Və həmkarımız, prodüser və aparıcı həm də dostumuz Tural Əsədov. Və 19 Group Production'ın baş prodüseri Emin Əfəndi. Hörmətli müsiflərimiz, unutmayın ki, gənc istedadlarımızın sənət karyeralarının aqibətini məhz siz bugün həll edəcəksiniz. Mən deyim ki, biraz təhlükəlidir. Onlardan ikisi, əgər super finaldan keçməyəcəklərsə, onların fanatları çoxdur və məktublarıyla, mesajlarıyla sizə müraciət edə bilərlər. Ehtiyatlı olun. Mən səminəm ki, bizim hörmətli müsif heyətimiz hər zamanki kimi çox obyektiv olacaq. Çünki müsabiqə çıxışlarının maraqla izlənməsi üçün biz bugün yeni bir qayda tətbiq edəcəyik. Bu, sizin birinizin verdiyi xalların gizlədilməsi olacaq. Kimin qiymətinin gizlin qalacağı isə biz deyil, kompüter hər dəfə avtomatik olaraq müəyyən edəcək. Və əlbəttə ki, bunu siz oyunun gedişatında görəcəksiniz. Və yəqin artıq fikir verdiniz ki, jürimizin tərkibində dəyişikliklər var və prodüserlarımız burada yoxdular. Amma o demək deyil ki, onlar bizi və bizim iştirakçılarımızı atıb gediblər. Xeyr, hazırda onlar səhnə arxasında 3 super finalçını hazırlamaqdadılar və onların da fikirlərini biz birazdan eşidəcəyik və görəcəyik. Və bütün yeniliklərlə tanış olduq yəqin ki, amma növbəti iştirakçıya vaxt gəldi. İlk iştirakçımıza vaxt gəldi, təqdim eləyək onu. Bu həftələr ərzində çox gərgin bir əsəbi anları olub və onun prodüseri bir həftə qalmış super finala dəyişdi. Və bu gərginlikdə, bu streslə o necə mübarizə apardı? Gəlin sujetə baxaq. Super castingdə əfsanəvi Amy Winehouse'un əsərini ifa etməklə Vlada Xundova dərhal münsiflərin favoritinə çevrildi və 12 yarım finalçılardan biri oldu. Çox gözəl, çox maraqlı, mənim çox xoşuma gəldi. Super castingdə mən ən sevimli mahnımı ifa elədim və görəndə ki, hətta jüri rəqs edir, əmin oldum ki, artıq yarım finaldayam. Səhnədə ifa etmək Vladanın uşaqlıq arzusudur. Moskvada isə yaşayarkən Vlada hüquqşünaslıq üzrə təhsil almağa da nail olub. Amma doğma Bakıya qayıdandan sonra o anladı ki, musiqisiz yaşaya bilmir. Beləcə Vlada böyük səhnəyə qatıldı. Mən çox şadam ki, Vlada bu layihədə iştirak edir. Uğurlar ona. Çətinliyim ondadır ki, mahnımın həm sözlərini, həm səhnə hərəkətlərini, həm obrazımı düşünməliyim. Buna görə çox narahatam. Amma Vlada özünü toplayıb, münsifləri heyran edə bildi. O professionaldır. Onun çox gözəl səsi və həmçinin çox müasir səslənməsi var. Və o həmçinin çox xoşuma gəlir.
Yarım finalda o qədər çətin deyil idi. Çünki bilirdim ki, 12 iştirakçıların arasında mən güclüyəm. Amma ən çətini finalda oldu. 6 güclülərin arasından seçilmək lazım idi. Finaldakı uğurlu çıxışı onu superfinalçılar üçlüyünə daxil etdi. İlk dəfə kastinqa gələndə mən inanmırdım ki, keçəcəm. Amma keçəndən sonra məndə əminlik yarandı ki, nəinki finala keçəcəm, hətta qalib olacağım. Vladanın mahnı ilə olan problemini görüb ona kömək etdim. 2 gün ərzində bəstələnən musiqi bir ifa ilə populyar olmalıdır. Çünki eksprompt yaranan hər bir şey yadda qalan olur. İnanıram ki, bu musiqi çox populyar olar. Beləliklə, böyük səhnədə Vlada Axundova Kamran Qaralovun məxsusi olaraq onun üçün hazırladığı mahnısı ilə baxın və zövq alın. Görüşte özünü göstermek çalışırsan söhbette müreffiyeni sen tapmırsan ama bu hiç güvenmez bu defayım tükenmez yorma özünü eşkim söndü. Sertlerini düzeltebilmedin sarf olan istikametine direçtin ama hiç güvenmez deferahim tükenmez yorma özünü eşkim söndü. Maraksız sen bana artık. Yeter mənasız söhbətlər. Gəlmir, döndür sözləri, gözləri, sözləri yüreğime Vlada Axundova bu performans ona məxsus idi. Və təbii ki, bu alqışlar da onundur. Təşəkkür edirik əziz xanımlarımız. Və ilk olaraq çıxış etmək əlbəttə çox çətindir. Amma hədəf çox böyükdür. Gəl razılaş Vlada. Ümid edirəm ki, həm mahnı, həm də bu performans bizim münsiflərin ürəyincə oldu. Amma bir şeyi diqqətinizə çatdırmaq istəyirəm əziz tamaşaçılarımız. Bayaq qeyd etdiyimiz kimi, bugün veriliş ərzində münsiflərdən yalnız birinin
verdiyi xal gizli saxlanılacaq. Vlada üçün kompüter Tünzalə xanımı seçdi. Hələ ki biz onun verdiyi xalı görmürük. Amma yəqin ki sonlara yaxın biləcəyik Tünzalə xanım bu ifaya görə hansı xalı verdi. Amma mən indi istəyərdim sualımı məhz Gülçöhrə xanıma ünvanlayım. Gülçöhrə xanım ən az xal verənlərdən biridir Nərgiz xanımla bərabər. Nəyə görə Gülçöhrə xanım 5 xal? Bilirsiniz, ən birinci çıxış etmək üçün böyük bir cəsarət lazımdır. O da düzgündür. Vlada, amma mən görürəm ki, sən ən birinci çıxışdan sonra çox irəli getmisən. Allah eləsin, bundan da yaxşı çıxış eləyəsən. Çox sağ olun. Təşəkkür edirik Gülçöhrə xanım. Vlada, sən özün necə düşünürsən? Ümumiyyətlə, mahnının müəllifi sənin ifandan razı qaldı? Bəli. Görək, indi əlbəttə ki, onu da biz söz alacağıq, görək nə söyləyəcək. Amma mən indi istəyərdim ki, bizim Emin əfəndi danışsın. O, nisbətən yüksək, yəni 8 xal verir Vladaya. Emin, eşidirik sizi. Vlada həmişə bizi təəccübləndirib, sözün açığı. Həmişə artıq mən gözləyirdim ki, yenə nəsə təəccübləndirəcək. Sözün açığı, Vlada biraz az təəccübləndirdi bizi və ona görə də mən 8 xal verdim. Təşəkkür edirik və Vlada, mən sən Ürfətin yanına yollayıram. Görək orada nə baş verir. Və onu söyləyim ki, indiki xal üçün bizim Vladanın 41 xalı var. Lakin bir şey nəzərinizə çatdırım ki, hələ ki Tünzalə xanımın verdiyi yekun nəticəyə əlavə olunmayıb. Və beləliklə orada Vladanı təkcə Ürfət deyil, həmçinin prodüseri Kamran Qaralov da qarşılayır. Mənə maraqlıdır, o bəyəndimi ifanı, yoxsa yox? Əlbəttə ki, mən bəyəndim, amma hazırda mənə daha maraqlıdır ki, görüm prodüser onun ifasından razı qalıbmı, yoxsa yox? Kamran Qaralov, necə düşünürsünüz? Vlada istədiyinizi səhnədə göstərdi. Vlada birinci növbədə öz rəqsini tam göstərə bildi, tamaşaçıları ələ ala bildi və musiqini mən istədiyim ifa etdi. Ona görə mən hesab edirəm Vlada çox gözəl bu işlə bacardı. Bəs Vlada, 41 bal bu əslində az baldır. Sən necə düşünürsən? Sənin super finalçılar arasında irəli keçməyə şansların varmı? Yox, az deyil. Məncə az deyil. Sənin bəsindirsən, mən heç bir müdaxilə elə bilmərəm. Bax belə, əziz tamaşaçılar, Vlada öz çıxışından razı qaldın. Bəli. Çıxışından da razıdır, 41 balından da razıdır. İndi isə növbəti iştirakçılarımızın, da super finalçıların, görək onlar jüridən nə qədər bal istəyirlər. Şəhriyar, söz səndə. Bəli, növbəti iştirakçımız 2 həftədir ki, ekspertlər onu böyük səhnənin finalçısı adlandırırdılar. Görəsən bu belədir, yoxsa yox? Bunu birazdan hamı biləcək. İndi isə sujetə baxın. İlk gündə kastingdə mən çox qorxurdum. Elə bilirdim ki, keçməyəcəm. Çünki ifa zamanı mən gördüm ki, müsiflər heyəti elə də xoşlarına gəlmədim. Amma hətta deyəndə ki, nə oxuyacam, bir elədilər, baxdılar, bunu oxuyacaqsan. Onu oxuyandan sonra gördüm ki, ifa qutarandan sonra gördüm ki, tamamilə başqa adamlar oturur. Doğrudan da çox super. Mən sözün açığı bilmirdim ki, Lənkəranda Evanescence-ı belə oxuyan bir xanım tapılar. Artıq Azərbaycanda məşhur olan masallılı rock ifaçısını bir zaman şouya buraxmaya bilərdilər. İstəyərdim ki, çıxış etsin, çünki çox gözəl səsi var. İstəyirəm ki, Aysel'in səsi itib batmasın, mənim vicdanım yol vermir. Düzü geçsin deyirəm, yəni bu evdə tam məsləhətləşməmişəm, məsləhətləşib bu addım atacaq. How did I get here? Ailəsindən uzaqlara düşən Aysel özünü bütövlükdə mahnı və səhnə quruluşlarına həsr elədi. Uşaqların hamısı yaxşıdır, hamısı güclüdür. Ola bilsin ki, kimisə opda çoxdur, kimisə opda azdır. Bilmirəm, qızlardan çox yaxşı Vladadır. Ola bilsin o rəqib oldu, amma məncə hamısı yaxşıdır. Aysel öz üzərində çox işləyirdi. O nəinki öz tərzini, hətta dünya görüşünü dəyişirdi. O səhnədə bir neçə obrazlarda özünü yoxladı. Sevimli mahnılarını ifa elədi.
Lakin Ayselin ürəyində olan rock musiqisi münsiflərin ürəyini fəth edə biləcəkmi? Hələ casting zamanı biz Ayseli seçəndə mən artıq bilirdim ki, mən o qız üçün bir mahnı yazacağam. Vaxt elə gətirdi ki, mən bu mahnını yazdım onu. Nə qaldı ki, onun qalibiyyətinə, əgər o mənim mahnımı oxuyursa, o artıq qalibdir. Beləliklə, səhnəyə Aysel Nərmanova gəlir. Emin Kəriminin məhz onun üçün super bir mahnı yazıb. Ey rockerlər, yeni hit gəlir, qarşılayın. Doğrudan da bu alqışlar sənin üçün də Aysel. Mikrofonun dəstəyini də yaratdın, amma əlbəttə ki, bu səhnə performansı idi. Mənə maraqlıdır, Rəşad bəyin xoşuna gəldi. Sizcə bu mahnı bir hitə çevriləcək Rəşad bəy, yoxsa yox? Biz mahnıdan söhbət edirik, ya Aysel xanımdan söhbət edirik? Elə hər ikisindən. Aysel, rock musiqisi elə musiqidir ki, birinci növbədə etiraz, birinci növbədə aktyorluq, birinci növbədə insanları cəlb eləmək, insanları ələ götürmək, sonra oxumaq. Yəni oxumaq onsuz da siz oxumalısınız, bu sizin borcunuz, siz müğənnisiniz artıq. Amma etiraz daha da çox olmalıdır. Yəni bu bir balı mən sənə Ladadan artıq verdim, amma bu Eminin böyük bir, belə deyim, necə deyirlər, uğurudur. Amma sən gərək özün üzərində işləyəsən. Təşəkkür edirik və biz sevimli müğənnimiz Gözəl xanım Tünzalə xanım eşitmək istəyirik. Tünzalə xanım yüksək bal verib, yəni 10 xal, maksimum xalı siz vermisiniz. Buyurun. Doğrudan mı? Məndən başqa heç kim sizdən başqa bu xalı verənlər var, bəli.
Öncə Ayseli təbrik eləyirəm. Təbrik eləyirəm ona görə ki, mən son illərdə Azərbaycan şou biznesində, estradasında bir fenomen axtarırdım və onu Ayselin simasında tapmışam. Çox sağ olun. Çünki Azərbaycanın bölgələrindən gəlib müasir səhnəni fəth etmək, Aysel, amma hələ çox böyük zəhmət və böyük əmək var qarşında və mən Emini ayrıca təbrik eləyirəm. Çünki mahnı doğrudan da sənin səsinə çox uyğundur. Mahnı öz-özündə çox doğrudan da hit olacaq. Mən buna inanıram. Təbrik edirik. Təşəkkür edirik. Hələliksə biz Ayseli Rüfətin yanına yola salırıq. Emin də səni orada gözləyir. Görək, Ayselin prodüsörü Emin onu tərifləyəcək, yoxsa tənqid edəcək, bunu da biləcək. Amma mən hal-hazırda söyləmək istəyərdim ki, bu dəfə kompüter Emin əfəndini seçdi və onun verdiyi xalı çox təəssüf ki, biz bilmirik. Amma cəmi münsiflərimiz Ayselə 57 xal veriblər. Rüfət? Günay. Aysel səhnədə oxuyanda sən Eminin sifətini görəydin. Onun yeri necə həyəcanlanırdı, qışqırırdı, hətta onunla birlikdə də oxuyurdu. Həyəcanlıydın mı Emin? Hop! Əslində mən Ayselin yerinə çox həyəcanlıydım. Nəyə görə? Çünki həm rəqabət bugün güclüdür, həm də ki, çox güclü, hörmətli münsiflər heyəti əyləşib zalda. Ona görə həyəcan belə üzümdən yox, bütün bədənimdən çıxırdı. Bəs Emin, bir şey soruşum. Bax, Aysel haqqında bəzən deyirlər ki, onun seçdiyi janr, yəni rockla o məşhur ola bilməyəcək Azərbaycanda. Nə düşünürsən bu haqda? Razısan? Xeyr, mən razı deyirəm. Sizin yadınızdadırsa, vaxtında diskoteka mahnılarına gülürlər, hip-hop mahnılarına gülürlər. Amma vaxt keçdi və həmin bu stillər öz yerini tutublar bizim show biznesdə və indi rockun vaxtı gəlib və bu roku Azərbaycana məhz Aysel gətirib. Aysel, bəs münsiflər səncə ədalətlidirlərmi sənə qarşı? Çox ədalətlidirlər. Bax belə, hər kəs razıdır öz çıxışından. Mən isə səhnə arxasında digər superfinalçımızı çox həyəcanlı şəkildə görürəm. Şəhriyar, ona dəstək ol. Rüfət, mən də hələ ki Ayselin mahnısının təəssüratlarındayam və kiməsə demək istəyirəm ki, sən çağır yanına, amma demirəm, burada vəziyyət başqadır və Nigar orada həyəcanlıdır bildiyimə görə. Nigar, həyəcanlanma, arxaya yol yoxdur, yalnız irəli, böyük səhnələr səni gözləyir və sən bunun ötəsindən gələ bilərsən axı. Və Fərid Məmmədov sənə gözəl bir mahnı hazırlayıb. Hal-hazırda birazdan onun təqdimatı olacaq. Bunlar necə baş verdi? Gəlin sujetdən baxaq. Konservatoriya tələbəsi böyük səhnə arzusu ilə yaşayırdı və bir gün onun həyatı tam dəyişdi. Super casting xatirəlimdə gərgin bir gün kimi yadda qalıb. Bilmirdim imtahana hazırlaşım həmin gün, yoxsa super castinga. Super castingdə münsiflərin rəyi qəti olmadı. Jüri Nigara ikinci şans verdi. O isə bu şansdan uğurla istifadə edə bildi. Bu insanın adı Nigar Hüseynova'dır. Layihənin ilk günündən əzbərlənmiş akademik ifa tərzi Nigara səhnədə açılmağa imkan vermirdi. Çətinlik ən çox Nigarda olacaq. Çünki o artıq neçə ildir ki, bu tərzdə ifa eləyir və nə isə dəyişmək artıq çox çətin olacaq. Yaxşı məktəb keçmiş Nigar asanlıqla ən çətin lirik mahnının öhdəsindən belə gələ bilirdi. Amma hamını bir sual maraqlandırırdı. O səhnədə hərəkət edə bilirmi? O çox da hərəkət etmir. Biz onun hərəkətlərini azaltdıq ki, o maksimal dərəcədə öz səsini göstərə bilsin. Nigar hamıya cavab vermək qərarına gəldi. Hərəkətlərin üzərində işləmək üçün son şansındır. Gələn dəfə sən səhnədə olacaqsan, sən fokusu saxlamalısan. Daha çox təcrübədir. Amma xoreografiya onun üçün elə də asan olmadı. Sportdan bir balaca uzaq bir adamam və xoreografiya ilə heç vaxt məşğul olmurdum. Ona görə də mənim üçün təzə bir şeydir. Görəsən, hakimlər onun yeni tərzini qəbul edə biləcəkmi? Nigarın ilk çıxışlarına baxdıqda onu hər kəs lirik mahnıların ifaçısı kimi tanıyırdı. Bu səbəbdən biz istədik Nigarı başqa tərəfdən göstərək, onun daha da
ritmik ifa tərzini və şou göstərə biləcəyinə inanaraq ona bu mahnını yazdıq. Səhnədə Nigar Hüseynova. Nəfəslərinizi tutun. Ötənlər sənə güc verər, amma görünən görürlər. Yeni hisslər ömrünə gələr, sənin onu qəlbindəsin həbs eləm. Hər gün baxışlar, bahar gözlər, naxışlar, gecələr axır, göz yaşları. Bu yaxınlığı sən hiss elə, bu yaxınlığı sən hiss elə, bu yaxınlığı sən hiss elə. Xatirələr gələr gedər, aynan tənhalığı əks edər. Xatirələr gələr gedər, ay işığındasın rəqs elə. Xatirələr gələr gedər, bəkar oyalarsan ay gedər. Xatirələr gələr gedər, bu məfhunu ona həsr elə. Sevən ürək zehifli gedər, amma ağılsız insan keçdi üzələr. Sərin külək Xəzərdən əsər, onun ətrin bu havada məhv elə. Hər gün baxışları, bahan gözlərin naxışları, gecələr axır, göz yaşları. Bu yaxınlığı sən hiss elə, bu yaxınlığı sən hiss elə, bu yaxınlığı sən hiss elə. Xatirələr gələr gedər, aynan tənhalığı əks edər. Xatirələr gələr gedər, ay işığındasın rəqs edər. Xatirələr gələr gedər, bəkar oyalarsın ay yetər. Xatirələr gələr gedər, bu vaxtını ona həsr elə. Nigar! Səhnəni darmadağın edən bizim Nigarımız idi. Siz hamınız artıq onu çox yaxşı tanıyırsınız. Nigar, təşəkkürümüzü bildiririk uşaqlar. Təşəkkürlər və əziz münsiflər, ümid edirəm ki, bizim Nigarın çıxışı sizi məyus etmədi. Çünki doğrudan da bizim müsabiqə ərzində ilk dəfə idi ki, Nigar bax belə ritmik mahnı ifa eləyirdi. Tural, sizcə Nigar özünü 100% göstərə bildi bu mahnısı ilə? Nigarın özünü göstərib göstərməməyi hələ biraz sual altındadır. Çünki biraz səmimiyyət mən Amma 10 düşünürəm xal ki, vermişsiniz Tural. mahnıya vermişəm 10 xal. Çünki indi hal-hazırda bizə belə mahnılar lazımdır. Klub mahnısı, dubstep, ritmik, rəqs üçün. Amma düşünürəm ki, biraz səmimiyyət olsa, çox olsa lap yaxşı olardı. Yəqin ki, çalışacaq bizim Nigar və Nərgiz xanım ən az xal verib və elə sualım onadır. Nərgiz xanım, niyə 7 xal? Hər biri ilk mahnını oxuyarkən bir qədər hələ müşahidə etmək istəyirəm. Bu səbəbdən. Yəni başqa səbəbi yoxdur. Amma çox dedilər Nigar akademikdir. Amma maşallahlar olsun. Çox yaxşı da hərəkət eləyirdi, rəqs eləyirdi səhnədə. Mahnını da çox bəyəndim. Növbəti çıxışlarda uğurlar arzulayıram. Təşəkkür edirik. Biz bu vaxt ərzində Nigarı yola salırıq səhnə arxasına. Yəqin ki, bizim ciddi jüri ilə müqayisədə onun dəstək qrupu daha mülayim olacaq. Onu da söyləyim ki, Nigar bu çıxışı ərzində 51 xal toplayıb. Rüfət? Günay, iştirakçılarımızın topladıkları bütün balları və sıralanmanı biz birazdan hamılıqla öyrənəcəyik. Fərid, soruşum səndən, protejen səni utandırmadı ki? Mən deməzdim ki, utandırdı. Mən əksinə fəxr edirəm. Çünki qarşımıza bir məqsəd qoyulmuşdu ki, Nigarı hamının gözləmədiyi və fərqli bir tərzdə göstərə bilək. Mən də inanıram ki, biz bunu edə bildik.
Niyə görə soruşdum? Eynək taxmışsın. Dedim bəlkə utandığımız ona görə eynəyi taxıbsan. Nigar, bəs sən necə düşünürsən? Çıxışından razı qaldın? Jüri sənə qarşı ədalətli idi yoxsa elə də yox? Jürini deyə bilmərəm, yəni onların öz şəxsi fikirləri var. Lakin publika məncə yaxşı qarşıladı. Məncə də alqışların səsi çox yüksək idi, amma ki, jürinin o şəxsi fikri sənin xallarına çox böyük təsir göstərir. Onu da bilirəm. O da var. Və görürsən siz neçənci yerdəsiniz? Birazdan nəticələr açıqlanacaq. Birinci yerdə olmaq istərdim. Okey, Günay, bizə bəsli işgəncə verdin, səbirsizlənirik. Göstərin görək iştirakçılarımız, super finalçılarımızın sıralanması necə oldu? Yaxşı Rüfət, daha gözlətməyəcəm və gəlin yekun cədvələ baxaq və bu an üçün konsertimizin lideri ilə tanış olaq. Eləcə də gəlin tamaşaçılar və iştirakçılardan gizli saxlanılan qiymətlərə nəzər salaq. Beləliklə Vlada Axundovanın qiymətləri. Beləliklə Aysel Nərimanovanın qiymətləri. Diqqət, beləliklə Nigar Hüseynovanın qiymətləri. İndi isə cədvələ nəzər salırıq yekun nəticələri görməkdən ötürü. Beləliklə Vlada Axundova 48 xalla 3-cü, Nigar Hüseynova 58 xalla 2-ci, Aysel Nərimanova 67 xalla 1-cidir. Lakin xatırladım ki, bu hələ aralıq nəticələrdir. Çünki hər bir iştirakçımızın ehtiyatında hələ bir çıxış qalıb. Bu dəfə mahnılar ingiliscə səslənəcək və onlar bizim ustad xarici prodüserlərimiz tərəfindən yazılıb. Xatırladım ki, superfinalçıların mübarizəsi davam edir. Böyük səhnə kraliçası kim olacaq? Bax, bu uğrunda mübarizə gedir. Amma hələ ki, lider olaraq Aysel Nərimanovadır. Sonra nə olacaq? Hələ ki, bilmirəm. Birazdan isə sürprizimiz gəlir. Sürpriz qonaqdır və yadınızdadsa castinglər zamanı bir xanım seçim turundan düzgün seçim etmədi və həyəcanlı olduğuna görə castinglərdən keçmədi. Amma bir müddət sonra böyük səhnə ona yenə də təkan oldu və o Avroviziya seçim turlarında həftə qalibi oldu. Bu günləri də o buradadır və yeni mahnısıyla Leyla Qafari gəlir. Gəlin baxaq. Mama
Spasiba. Gəl. Səni hələ buraxmırıq, gəl qarşıya. Çox gözəl çıxışı idi əlbəttə ki və mənə maraqlıdır. Leyla, etiraf elə. Super finalçı üçlüyümüzdən kimi daha çox bəyənirsən? Kimi azərkeşlik eləyirsən? Hamı istedadlıdır və hamı bir-birindən fərqlənir. Mən hamıya uğurlar arzulayıram. Təşəkkür edirik. Biz sənə də uğurlar arzuluyoruz. Çox sağ olun. Və növbəti çıxışa keçid alırıq. Şəhriyar. Beləliklə, siz Azərbaycanın ən möhtəşəm şousu Böyük Səhnənin super finalına ATV kanalından baxırsınız. Hal-hazırda gərgin mübarizə edir. Qızlar isə həlledici çıxışlarına hazırlaşırlar. Nə olacaq hələ də heç kim bilmir. Növbəti sürprizimiz gələcək sizə. Sürpriz edəməzdim, artıq onu tanıyırsınız. O gənc artıq 2 həftədir ki, Böyük Səhnə ilə əməkdaşlıq edir. Böyük Səhnənin hələ əvvəl günlərindən onu prodüserlər seçmişdilər və sonradan bura dəvət alındı. Və ona gözəl bir mahnı yazılıb. Sizə deyim ki, tanınmış Dimitros Kontopoulos'un yazdığı super bir mahnı gələcək Fərid Məmmədovun ifasında. Gəlin birgə baxaq. Böyük Səhnə gənc istedadlara yol açan bir şoudur. Fərid Məmmədov da layihənin daha bir tapıntısı oldu. Böyük Səhnə layihəsi haqqında eşidən kimi qərar aldım ki, həm bu layihədə iştirak edim. Layihənin prodüserləri ilə əməkdaşlıq Fəridə inkişaf və yeni nailiyyətlər uğrunda ciddi peşəkar təkan oldu. Hər zaman mənim ürəyimdə arzu vardı ki, yəni böyük bir səhnələrdə dünya səviyyəsinə çıxa bilim. Finalda oxuduğum Love is Blind mahnısından sonra bəstəkar mənim səsimə qulaq asıb, mənim səsimə uyğun mahnı yazdı mənə. Bu mənim üçün bir sürpriz oldu, valla. Fərid yeni tərz və quruluş üzrə gərgin iş rejimindədir. Onun super finalda çıxışı şouya daha da rəng qatacaq. İndi ən əsas təqdimat haqda fikirləşmək lazımdır. Sözləri bilməsən də mətn haqda düşünmə, hisslərini və emosiyalarını göstər. Hold me, yes to harder. Okay? You're gonna be good for it, okay? Vaxt az olsa da çox yaxşı ki, burada bu cür professional müəllimlər var. Bu da mənə güc verir. Mahnıya isə qalanda mahnı çox gözəl mahnıdır. İndi özünüz eşidib, yəqin ki, siz də bəyənəcəksiniz. Beləliklə, səhnədə Fərid Məmmədov bizə Hold me deyəcək. Should have seen it coming when I saw you. Should have had the chance to stop and walk away. It was gonna turn it complicated. We've hit all our love, we're about to explode. If love was a mountain, I'd climb up to the heights of the moon. I'd swim across the ocean if you'd come. I'm lost in your smile, free falling for miles. Hold me, just unfold me. I'll share my soul. Give me love, make me whole. Hold me, if it's only for this moment in time. Now I'm yours and you're mine, so hold me. Take a little time, then you'll know better. Let's think about giving it all the one you love. Can we go back and freeze the moment where we used to be free? Wasn't it you and me? Hold me, just unfold me. I'll share my soul. Give me love, make me whole. Hold me, if it's only for this moment in time. Now I'm yours and you're mine. Remember how we used to love, but now you're running from the past. Let's find a way to carry on. Remember how we love used to be. You say I love you, then just
sənindir, Fərid. Və Fərid üçün çıxış eləmək əlbəttə çətin idi. Amma bir qədər də asan idi. Təşəkkür edirəm hər kəsə. Çünki Çox sağ olunuz. o bizim müsabiqəmizin iştirakçısı deyil və yarışmır. Ona görə də o qədər də həyəcanlı deyildi, düzdür? Mahnısı Yox, yeni həyəcanlı idi. idi, onun üçün Həyəcanlı idi. həyəcanlanırdı. Bəs iştirakçılarımızın yerinə necə? Həyəcanlanırsan? İştirakçıların yerinə də həyəcanlanıram çünki hər kəsi də tanıyıram. Hamıya da uğurlar arzulayıram. Çünki artıq finala gəlmək də böyük bir şeydir. Təbii ki. Hər kəsi də təbrik edirəm. Yəni əvvəlcədən. Təşəkkür edirəm hər kəsə. Mən onu söyleyeyim ki, bizim iştirakçılarımız çox səbirsizlənirlər artıq səhnəyə çıxsınlar. Qızlarımız çox istəyirlər ki, kimin daha güclü olduğunu göstərsinlər. Amma qızların çıxışından əvvəl bizim daha bir qonağımızın çıxışı olacaq. İndi səhnəyə çıxacaq iştirakçımız böyük səhnənin super kastinqlərində ikinci şansı qazandı. Amma əfsuslar olsun ki, yarım finala qoşula bilmədi. Buna baxmayaraq böyük səhnə ona böyük bir təkan oldu və həmin həftələrdə o Avroviziya seçim turlarının həftə finalçısı oldu və bugün o buradadır. Qarşılayın Leyla Əliyeva. For the first time in my life, I can throw the past away. The future seems so bright. Even stop the rain today. So now the turn back. I can go for mine. Welcome to the sun. It's another day. Waking up, wake it's only just begun. So now the night has come. I rise up to welcome the sun. We can run, but we can't hide. There are things that we just can't control. Are they clouds that dream through the sky? And the sea underwater flow. Like a moon on the stars, I know I can go for mine. Walking through the sun, it's another day. Waking up, wake it's only just begun. So now the night has come. I rise up to welcome the sun. Welcome to the sun. It's another day. Waking up, wake it's only just begun. So now the night has come. I rise up to welcome the sun. Leyla, çox sağ ol çıxışına görə. Əlbəttə çox gözəl bir çıxış idi və çox vaxt ərzində onu söyləyim ki, Leyla hazırlaşmışdı. Bunu da nəzərə alaq və yəqin ki, Leyla bizim layihəmizi izləyirdi. Heç olmasa sən söylə, ay Leyla, sən kimi azarkeşlik eləyirdin? Sözünüzü söylemek biraz çetin olacak çünkü iştirakçılarımızın üçü ilə də tanışam. Çox gözəl bir insanlardı həqiqətən də. Amma gəl obyektiv söyləyək, konkret. Üçü də güclüdür. Məncə elə finala düşmək özü bir qalibliyi təbii ki. Amma mənim belə deyək də favoritim Nigardır.
Nigar. Bəli. Beləliklə o adı açıqladı. İndi görək bizim Leylanın söylədiyi kimi olacaq ya yox, amma sənə də uğurlar Çox sağ arzulayırıq. olun, Əlbəttə çox ki, sağ bizim olun. Leyla. Xatırladım ki, ATV kanalının efirində Böyük Səhnə layihəsinin super finalı da çox möhtəşəm bir super finalı hal-hazırda yaşayırıq. Çox həyəcanlı dəqiqələrdir və az sonra şounun qalibi kim olacaq bunu biləcəyik. Hələ ki, şoumuzun lideri Aysel Nərimanovadır. Amma müsabiqənin sonunda nə olacaq bunu bilmirəm. İndi isə biz müsabiqənin ikinci mahnılarını eşidəcəyik bizim iştirakçıların ifasında.